Salam, hər vaxtınız xeyir. Necəsiz? İnşallah hər şey qaydasındadır. Maşının şitini sökürdüm. Birdən yadıma düşdü ki, baş qarışıb və video çəkmirəm. Maşının şitini niyə sökürəm? İndi sizə onu deyəcəm. Bir səsini sökmüşəm, elə az qalıbdı. İndi kameranı fırlayayım və sizə göstərim. Şiti buna görə sökürəm. Airbag atdığına görə şit də almışam. Bu şiti çıxardacam. Təzəsini airbag ilə qarışıq taxacam üzərinə. Alt hissələrini sökmüşəm. Burada bir şey var, söktüm. Buranı söktüm, yanları söktüm. Burada boltu vardı, onu çıxartdım. İndi keçəcəm o biri tərəfə. Yəni videolara baxa-baxa sökməyə çalışıram. Demək olar ki, bu tərəf tərpənir. Burada bir-iki dənə də şey var. Bunu çıxardacam. Buradan yenə bolt var, onu asacam. Yəni çıxacaq. Bir dənə bunu çıxardım, bunu da ayırım. Get-gedə belə deyək də sökmüş hala gətirmiş oluruq. Bunu şiti orijinal aldım. Bunu da ki orijinal aldım ki, qoyun orijinal olsun. Bakıda əlbəttə yığırlar, pistonu yenilirlər, amma mən təzəsini aldım. Sökdüm, qabağa bax. Dağıtmışam maşını. Buralarını da sökdüm. Boltlar falan vardı, açdım. Əlimizdə biraz zədələdik. Bunun bir qorxusu yoxdur. Çünki artıq şit gəldi, gördüyünüz kimi. Qabaqda da çıxardım, qoyum çölə, təzəni gətirim taxım. Çıxartdım. Səliqəli bir şəkildə. Necə də təzəsində göstərim sizə. Və gəldik bura. Bu köhnədir. Bu da təzədir. Toz basıb onu da silib təmizləyəcəm. Belə. İnşallah bunu taxacaq. Və bundan da işimiz hazır olacaq. Təzə airbag açılmamış, airbag altındadır. Qaldı indi bunu təzədən yığmaq. Amma onu deyim ki, 4-5 dənə boltdu açana qədər nə zülüm çəkdim. Söktüm, təzə şiti yığdım. Monitoru bağladım, burada bunları taxdım. Buraların hamısını taxdım. Yanlar qalıb. Yəni bitirmək üzrəyəm. Rahat oldu, şükür Allah. Təzə şit artıq əla. Nəhayət ki, yığdım. Bir-iki çatışmazlığı var. O da düzələcək. Xırda bir şeylərdir. Çox əziyyət çəkdim. Bir problem çıxdı. Yaxşı, o şitin üstündəki detal buna getdi. Onu dəyişdim. İndi göstərəcəm sizə nədir. Baxın, gördüyünüz kimi səliqəli şəkildə yığdıq. Daha doğrusu yığdım. Bu qaldı. Bunun özünün üstündə gələn bu plasmas ayrıdır. Bu mənim maşınımın üzərindən çıxandır. Bunun üstü səliqəlidir. Yəni gördüyünüz kimi təmizdir. Amma bu üstündə cızıqlar var da görürsünüz. Biraz da bozarıb. Bu çox heyf getmədi. Bunun da üstünə cızıq olduğuna görə taxmadım. Qara vinil çəkəcəm və yaxud da ki plasmasın üzərindən kraska vuracam. Mat rəngdə də belə effekt versin. Böyük ehtimal vinil çəkəcəm. Ən yaxşısı vinildir. Qara bir dənə vinil çəkəcəm və onu taxacam. Bir də burada problem nə olmuşdu? Demək, burada vardı çox bu hissə var. Bu hissə şitin öz üstündən gələnlə mənim maşınımın üzərinə çıxan, burada bir bardasokun gedib belə bağlanan yuvası var. Mənim şitimdən çıxanla qıraqdan aldığım şitin ki eyni deyildi. Bu hər şeyi yığmışdım. Bardasok yığıram, görürəm uyğun gəlmir. Təzədən bir zülümlə arxadan plasması asmışam. Çox böyük də şükür edirəm ki, yaxşı ki bunun arxasındakı o korpus açılıb çıxan imiş. Açdım, çıxartdım özünkünü. Bu şitin üstü, bax budur. Bura zamok yeridir. Zamok yeridir. Budur. Bunu çıxartdım, öz maşınımın üzərində gələni taxdım ora. Və ondan da məsələ həll olundu. Bu qayda səliqəli şəkildə hamısını yığdım. Çip, möhkəm, qəşəng səliqəli. Yığdım, tamamladım. Bu ərəfə ərzində maşının içində ximçisk elədim. Təmiz olaraq. Daha sonra bütün salonu yığmışam. Bir dənə göstərim sizə. Arxaları hələm taxmamışam. Çünki təhlükəsiz kəmərlərini bərpa eləməliyəm. Ondan sonra taxacam. Gəldik bura. Bunu göstərirdim. Bax, həmən detalidə qara vinil çəkdirdim. Daha doğrusu özüm çəkdim. Maşın indi hal-hazırda təmiz və səliqəli bir şəkildə
hazırdır. Bu qaydada. Rolda burada xırda yiyintilər var. İndi bilmirəm, gedəcəm ustanın yanına. Dəri ustası var. Rövşən usta, köhnə videolarımdan bilənlər bilir. Ya ola bilsin rolu dəyişdim üzdüyünü, ya da ki bunu bərpa elədik. Usta baxanda deyəcək. Hələm dəqiq bir sizə məlumat verə bilmərəm. Usta bir dənə dəqiqləşdirsin. Əgər üz dəyişəsi olsa, maşının rəngi bax bu rəngdə. Bura bir dənə kontakt duracam. Burada belə bir daha göstərim sizə arxanı. Bir dənə arxalar qalıb yığılmalı sizə. Tavan təmizdir. Mənim gözlə təmiz görünür. Nədir? Tavanı istəmədim, toxunum, yuyum. Belə təmiz görünür, bir çirkli bir şey görünmür. Dedim birdən nə olar, nə olmaz. Son bir toxunuşları da sizə göstəreyim. Baxın bu qaydada hazır patpres almışam. Hazırdır. Fiolet və patpres olacaq. Ümumiyyətlə mənə bundan qabaq Opelimdə də fiolet idi. Çox gözəl, rahat. Gecə rahat sürürsən, günəş şüasından qoruyur. Yəni bu kimi üstünlükləri olduğuna görə çətinliklə olsa da Azərbaycanda tapdım və almışam. İnşallah maşın təmirdən çıxsın, dəyişəcək patpresdə. Belə dostlar, necə deyərlər, işlər davam eləyir. Maşın hələ ki malyara hazır vəziyyətdə gözləyir. İzləmədə qalın. İnşallah bu videodan sonra malyar videosu gələcək və ondan sonra təbii ki maşını şəhərdə artıq hərəkət vəziyyətində görə biləcəksiniz.